Hər vaxtınız xeyir olsun mənim dəyərli izləyicilərim. Yeni gündə, yenidən kanalımda, mətbəximdə sizi xoş gördük. Nətərsiz? Güman edirəm ki, yaxşısınız. Məni də soruşsa, şükür bu günümüzə, mən də yaxşıyam. Xanımlar, darıxmışdım sizdən ötürü. Sadəcə vaxt eləyib videolar çəkə bilmirdim. Bugün özümü toparladım. Dedim sizin üçün bir dənə qəşəng video çəkim. Bugün mən feyxua mürəbbəsi hazırlayacağım inşallah. Onu görsədim sizə. Nətər xanımlar. Demək burada bizim 3 stəkan sudur. Tökürəm bura. Burada xanımlar 1 kilogram 200 qram pesoğumuzdur. Bir kilogram 200 qram pesoqdur. Xanımlar. Burada da 1 kilogram 200 qram feyxuadır. Uzun sov, nə bərk deyil, nə də yumuşaq deyil. Orta. Uzunluğu da normaldır. Uzun sov çalışın götürün mürəbbə üçün istəsəz. Onda daha çox qəşəng və maraqlı görünür. Mən indi buna dişdək vuracağım 2 yerdən. Bura atacağım, pişirəcəm. Sadəcə bu prosesi necə eləyirəm, onu sizə göstərdim başlığım. Davamını yenə necə pişirəcəm, hamısını sizinlə bölüşəcəm inşallah. Çox qəşəng bir mürəbbədir, ətirli, dadlı, ləyaqlı bir mürəbbə çıxacaq inşallah. Bu da bizim 4 dilim limonumuzdur. Bunu da pişənə yaxın atacağım mürəbbəmizin içinə. Bu axırda olan bir prosesdir. Xanımlar, indi mən başlayayım, vaxt itirməyək. Feyxualarıma deşdək vurum, qoyum üstünə, qazın üstündə bişsin. Burada da xanımlar, feyxuadan qalmışdı elə. Feyxuadır, heyvadır, bir də nardır. Tökdüm bura. Bir ədəd iri evdə heyvan var idi. Onu qıçaladım, attım içinə balonun. Feyxua tökdüm, 2 ədəd də nar. Bir də bu kompotları bağlayacağım inşallah. Onu da hazırlayayım. Hazır forması ilə yenə qarşınıza çıxaram inşallah. Siz sadəcə abunə olun, like etməyi unutmayın və diqqətlə izləyin, xahiş edirəm mənim dəyərli izləyicilərim. Görüşərik inşallah təkrar. Mürəbbəmiz qaynayır. Nətə düşübdür. Çox qəşəng ətri gəlir xanımlar. Görünüşü də çox qəşəngdir. Dadı da qəşəng olur. Pişsin qazımızın üzərində mürəbbəmiz inşallah. Limonunu da tökərəm. Qozunu da tökəcəm. Hamısını sizlə bölüşəcəm. Hal-hazırda mürəbbəmiz hələ pişməkdədir. İnşallah davamına yenə qaydaram, sizlə bölüşərəm. İzləmədə qalın. Artıq mürəbbəmiz pişmək üzrədir. Mən indi bura qoz yəpəsi də tökəcəm xanımlar. Bayaq deməmişdim sizə başlanğıcda. Mən qoz da tökürəm. 4 dilimdə limon atıram mürəbbəmizi. Şəffaf eləyir. Çox qəşəng olur. Bir 10 dəqiqə qozla, limonla mürəbbəmiz pişsin. Sonra mən altın keçirəcəm qazın. İnşallah. Hazır formasını sizlə bölüşəcəm inşallah. Çox qəşəng ətri gəlir və maraqlı bir mürəbbədir. Siz də hazırlayın. Qış üçün inşallah. Oturub ailənizlə çay içərsiniz şirin ağızla.
İzləmədə qalın, təkrar görüşərik. Gözəl xanımlar, gəldik çatdıq videomuzun sonluğuna. Bugün mənim hazırladığım Feyxua mürəbbəmiz çox qəşəng, şəffaf bir mürəbbə çıxdı. Dadı da çox qəşəngdir, görkəmi də qəşəngdir. Çox istəyərdim ki, siz də hazırlayasınız. Nuşi canla, ailənizdə çayla içəsiniz inşallah. Bu da bankadakı forması. Qozlu, limonlu, Feyxua mürəbbəm. Kompotlarım 2 balon çıxdı. Xanımlar, 2 stəkan pesok tökmüşəm hər balona. 2 stəkan pesok tökmüşəm. Qəşəng də çıxıbdır. İndi rəngi də qatışacaq. Daha gözəl rəng olacaq. Mən heyvi ilə Feyxuamı da hazırlayıram. Ayrı, narsız. Narla Feyxua da hazırlayıram. Ayrıca heyvi ilə nar hazırlayıram. Sadəcə əlimin altında bunlar var idi. Üçün bir yerə qatışdırıb belə bir kompot hazırladım. Çox xoşuma da gəldi. Qəşəng də çıxıbdır. Siz də hazırlayın, nuş eləyin. Çox faydalı bir kompotdur. Təzyiq üçün, ağız dadımıza uyğun bir kompotdur. Feyxua mürəbbəsi özü təzyiyə xeyirdir. Çox qəşəng bir mürəbbədir. Onu da hazırlayarsınız inşallah. Xanımlar, yenə deyirəm, sizdən bir dənə ricam budur ki, mənə yorumlar yazın, abunə olun, fikirlərinizi bildirin. Çox gözəl rəylər yazırsınız, inanırsınız, o qədər gözəl rəylər gəlir mənim ünvanıma. Məni çox ruhlandırırsınız, çox. İstəyirəm davam eləyəsiniz, yenə fikirlərinizi bildirəsiniz, yazasınız. Mən də sizi çalışdığım qədər cavablandırım inşallah. Xanımlar, hər birinizi ayrı-ayrılıqda öpürəm, bağrıma basıram, baxan gözləriniz var olsun, yazan əlləriniz var olsun, heç vaxt yorulmayasınız. Həmişə istəyərəm ki, çox rahat-rahat oturub mənim videolarıma baxasınız inşallah, izləyib və mənə fikirlər yazasınız, rəylərinizi bildirəsiniz. Allah izin versin inşallah, mən yenə sizlə təkrar görüşüm. Allah onu nəsib eləsin mənə inşallah. Öpürəm sizi, salamat qalın.